Bismillah, elhamdülillah və salatu və selamu ala rasulillahi və ala alihi və sahbihi və mən valah. Rabbi şrahli sadri və yessirli əmri və hlul uqdatan min lisani yafqahu qawli. Allahumma faqihna fid-din və ec'alhu hujjatan lana la alayna hadal ilm. Amma ba'd. Və möhtərəm qardaşlar, biz nikah babındaydıq. İndi sizdən soruşuram, nikah babında hara çatdıq? Buyur xəyal. Biz nikah babında çatdıq, məhrəmlər, hansılar məhrəmlərdir, hansılar məhrəm. Rüstəm, nikah babında süd əmər əhkamları götürdük. Orada qalmışdıq. Süd əlaqəsi ilə evlənməsi haram olanlar. Gözəl. İndi baxın diqqətlə. Bəzi məsələlər var, təfsilatı digər başqa kitablardan götürək, həmin babda nikah babında. Onlar olması zəruri deyə, sonra təzədən süd babına qayıdarıq. Onlar da bəzi fiqh kitablarında süd babı ilə nikah əhkamlarının ortasında verilmişdir. Bizim isə Əl-Vəciz kitabında verilmədiyinə görə məcburuq biz digər kitablara müraciət edək. Və yenə də kitablarımızdan da biri Sahih Fiqh Sünnə və Adillətü Təvdih bil Məzahib el-Əimmə li doktor Abu Malik Kemal İbn Seyyid Salim Hafizahullah Teala. Məsələ gətirir. Həl yəcuzu lizzəvci ən yətəzəvvəcə ibnətəhu minəz-zina. Diqqətlə qulaq asın. Bir kişi bir qələt vaxtı ikən zina edir. Aydındır, bir qadınla, küçədən gedən bir qadınla, küçə qadınıyla. Və onun zinadan bir qız övladı olur. Düzdürmü? Sonra üstündən vaxt keçir və s. və s. İndi həmin kişi normal həyat qurmaq istəyir və gedir, saf bir qadın alır, onunla evlənir. İndi sual gedir, həmin bu kişi sonradan məlum olur ki, həmin aldığı saf pak qadın onun vaxtı ikən zinadan olan qızıymış. Nikahın hökmü, caizdir, caiz deyil. Səhih odur ki, haramdır. Nikah batildir və mütləq pozulmalıdır. Və baxmayaraq əhl-i sünnədə şaz görüş sahibi də var, adı çəkilməyəcək. Qafarallahu ləh. Uləmadan bu məsələdə şaz görüşə çıxanlar da oldu, yəni caiz görənlər də oldu və xatadır bu. Səhih mə zəhəbə iləyhil cumhur əimmə. Cumhur fuqaha nikahın batil olması və nikahın haram olması, fəsid olması görüşündədir və səhih də budur. Şaz görüşə meyl edən alimlərə gələndə isə xata nədən baş vermişdir, bilirsinizmi? Dedilər ki, nikah mötəbər olmadığına görə adı necə, əhkamlar da tətbiq olunmadı, sanki qızı sayılmır. Xata orada meydana gəlmişdi. Ancaq səhih bunun əksidir. Dedi ki, kişinin belindən axan gələn sudandır o qız, həmin o səmərə, o övlad. Və bu onun övladıdır, hətta nikah əhkamları mühtəram olmasa belə, yəni sayılmasa, aydın necə, hökmdə, qeydiyyatda olmasa belə, yenə də onun qızıdır. Və yenə də onun belindən gəlib, yenə də onun nəslidir, yenə də onun əslindəndir. Aydın necə? Ona görə o, baxma ki, zina qızı olsa belə, yenə də ona haramda evlənməsi. Liqavli Teala hurrimet aleykum ummahatukum və banatukum ayətin ümumliyinə girir. Allah Azze ve Celle nə buyurur Ən-Nisa surəsində? Sizə evlənilməsi haram edildi analarınız və qızlarınız və s. orada. Deyir ki, bu insanın Uləma deyir ki, la hurmət ləhu fi məihi. Onun suyunun hürməti yoxdur. Çünki o su haram yerə axıdılmışdır. Nikahsız. Aydındır. Bununla bərabər yenə də o övlad nəticə etibarilə onun suyundan gəlib, onun belindən gəlib və qızı hökmünü alır. Şəri hökm olmasa belə. Yenə də qızıdır yəni. Aydınca bu cəhətdən evlənməsi haramdır. Və kim bunu caiz görmüşsə, o şaz görüşdür. Bu səbəblə İslam düşmənləri bəziləri, əl-xurafisilər, o şaz görüş sahiblərini axtarıb taparlar və onu əhl-i sünnət adından təqdim edərlər ki, bu əhl-i sünnətin bu məsələdə görüşü. Halbuki nədir? Bu şaz görüşdür.
Səhih odur ki, o qız haramdır həmin kişiyə, çünki onun belindən gəlib. Nəinki, hətta fuqaha həmin kişinin eydam olunub olmaması məsələsində ixtilaf eləmişlər, əgər evlənərsə, öz qızına zinadan olan. İmam Əhməd Rahimullah deyir ki, eydam olunmalıdır. Aydın necə? Əhl-i sünnətin görüşü budur. Kişi hətta zinadan, nikahsız olan qızı ilə evlənə bilməz. Sonra şeyh deyir ki, وَيَلْحَقُ بِهَذَا أَيْضًا أَنَّهُ يُحْرَمُ عَلَيْهِ yəni عَلَى الرَّجُلِ أَنْ يَتَزَوَّجَ أُخْتَهِ həmçinin وَبِنْتَهِ وَإِبْنَةَ وَبِنْتَ بِنْتِهِ وَبِنْتَ أَخِيهِ وَأُخْتِهِ مِنَ الزِّنَا Bu məsələyə həmçinin bunlar da daxildir. O, zinadan olan bacısıyla da evlənə bilməz. Misal aydındır, zinadan olan bacısı. Yəni, atası vaxtı ikən bunun zina etmişdir və onun haradasa bacısı var. Onunla da evlənə bilməz. Həmçinin oğlu, havası zina edib, oğlunun qızı var, böyüyüb, ona da evlənə bilməz. Aydındır. Həmçinin qızı, iyadın billah, havası zinaya düşüb, onun da qızı var, onunla da evlənə bilməz, onun qızı ilə da, aydın necə? Həmçinin bunun doğma qardaşı, iyadın billah, havası zinaya düşüb, onun da haradasa qızı var, onun qızı ilə da evlənə bilməz. Və həmçinin, iyadın billah, özünün zinadan olan bacısıyla da evlənə bilməz. Yəni, atası nikahdan bunu dünyaya gəlməsinə səbəb olub. Bundan qabaqsa bunun zinadan bacısı var. Atası gəzib vaxtı ikən və bunun zinadan bacısı var. Onunla da evlənə bilməz. Və əhl-i sünnətin görüşü budur, səhih görüş. Aleyhi əktər fuqaha vəl-uləmə, əmmətül fuqaha vəl-uləmə. Fuqaha, uləmə bu görüşdədir. Haramdır. Bu məsələlər də onun içinə girir. Aydındır. Bax, bu məsələni götürmək istəyirdim. Çünki zivac babına girir, nikah babına girir. Davam edək. Sonra gedir muharramatun bir rada'i. Süd yolu ilə haram olanlar. Və Allah Azze və Celle buyurur: "Və ummahatukumul-lati arda'nakum və axawatukum minar-rada'a." Və həmçinin sizə haram edilmişdir süd analarınız və süd bacılarınız. Və süd babı geniş babdır. Yaxşı, başlayaq. Bismillah, elhamdülillah və salatu və salamu alə Rasulillah. Üçüncü, süd əlaqəsi ilə evlənməsi haram olanlar. Uca Allah buyurur, süd analarınız, süd bacılarınız ilə evlənmək haram edildi. Ən-Nisə surəsi. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, övladlıqla haram olunan süd əlaqəsi ilə də haramdır. Bəli. Buxari, Muslim, Tirmizi, Əbu Davud, Nəsai. Bu əsasla süd anası doğma ana kimidir. Bəli. Oğlan uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə, süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz. Diqqətlə. Birinci, süd anası. Bəli. İkinci, Süd anası nə deməkdir? Yəni, əcnəbi bir qadın vaxtı ikən bunu doyuzdurana kimi süd vermişdi döşündən. Artıq anasıdır onun, süd anası. Evlənə bilməz o qadınla. Həmçin o qadını nə ilə evlənə bilməz? İkinci, süd anasının anası. Bəli. Çünki o da onun nənəsi hökmündədir. Davam edək. Üçüncü, süd anasının qaynanası. Bəli. Dördüncü, Çünki sanki onun nədir? Anasının qaynanası hökmündədir. dördüncü, süd anasının bacısı. Çünki onun nə yerindədir? Xalası yerindədir. Süd xalası. Yəni, eyni nəsəb kimi olur, paralel gedir. Aydın necə? Beşinci, süd anasının ərinin bacısı, baldız. Bəli. Altıncı, süd anasının oğul və qız nəvələri. Bəli. Yedinci, süd bacısı. Bəli. Bunlarla heç birine evlənə bilməz. Niyə görə İslam bunları belə doğmalaşdırdı, əzizləşdirdi? Sanki ana hökmünə verdi bunları. Bunlara da doğma xala hökmünü kimi verdi. Doğma bibi hökmü kimi verdi. Niyə görə? Çünki o südlə onun sümükləri və əti qatışmışdır. O süd onun sümüyünün böyüməsinə və ətinin əmələ gəlməsinə uşağın səbəb olmuşdur. Sanki oldu anası.
Aydındır. Bu sözün də sahibi sahabələrdir. Evlənməyi haram edən süd əmmənin miqdarı. Bəli. Ayşə radiyallahu anhə Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Bəli. Südü 1-2 dəfə soğurmaq haram etmir. Bəli. Hədis səhihdir. Əs-silsilətus səhihə, Əl-İrva, Muslim, Tirmizi, Əbu Davud, İbn Macə, Nəsai. Bəli. Və bu qovlu racihdir. 2 dəfə əmməyi haram etmir. Niyə görə? Çünki baxın qardaşlar, fayda babından deyirəm, zehninizi qaçırtmamaq şərti ilə. Uləma arasında 1 dəfədən belə doyunca əmməklə südün haram etməsini deyənlər, 2 dəfədən deyənlər, 3 dəfədən deyənlər və haram olmaz ta ki 10 dəfə əmməyincə deyənlər belə var. Və səhih nədir? 5 dəfə doyunca artıq süd hökmünü almış olur. Əgər 5-dən azdırsa, 2-3 dəfə əmibsə, süd hökmünü almamış olur. Vallahu Teala a'lem. Buyur. Ummul Fədl radiyallahu anhə Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. 1-2 dəfə süd vermək və ya süd soğurmaq haram etmir. Hədis səhihdir. Müxtəsər səhih Muslim, Muslim Nəsai. Ayşə radiyallahu anhə deyir ki, Quranda 10 dəfə süd əmməyin haram etməsi nazil olmuşdur. Sonra bu say ləğv edilib 5-ə indirildi. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə bəzi insanlar hələ də bu ayələri Qurandan hesab edərdilər. Hədis səhihdir. Müxtəsər səhih Muslim, Muslim, Əbu Davud, Tirmizi, İbn Macə, oxşar məna ilə isə Nəsai. Süd vermə 2 yaş ərzində olmalıdır. Niyə görə bu məsələni gətirir? Birinci Qur'anın məsələsidir bu. وَالْوَالِدَاتُ يُرْضَعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ. İkinci, niyə görə məsələni gətirir? Çünki məsələnin özündə ixtilaf edib uləma. Bəzilər dedilər ki, 3 yaşında uşaq, 5 yaşında uşaq, 10 yaşında uşaq, cavan oğlan süd əmərsə, süd hökmünü alır. Yaşlı kişi süd əmərsə, süd hökmünü alır. Kişi öz zövcəsindən əmərsə, süd hökmünü alır. Bu məsələlər fuqaha gətirir. Adı necə? Ona görə şərt qoyulur ki, məhz 2 il müddətində içilən uşağın içdiyi süd əhkamlarını alır. Qıraqları ixtilaflıdır və səhih budur. 2. Süd vermə 2 yaş ərzində olmalıdır. Belə ki, Uca Allah buyurur. Analar istər boşanmış, istərsə də boşanmamış olsun, uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən atalar üçün tam 2 il əmizdirsinlər. Əl-Bəqərə surəsi 233-cü ayə. Bu cümhurun görüşüdür, mühtərəm qardaşlar. Ummu Sələmə radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Süd əmizdirmə müddətində və süddən kəsilmədən öncə mədəni dolduran süd vermə haram, məhrəm edir. Hədis səhihdir. Əl-İrva, Tirmizi. Evlənməsi müvəqqəti haram olanlar. Bunları biz yenə müxtəsər götürək. Birinci, eyni zamanda 2 bacı ilə evli olmaq. Bəli. Uca Allah buyurur və 2 bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə cahiliyyət dövründə olan bu cür işlər müstəsnadır. Ən-Nisə surəsi. İkinci, qadın ilə... Yaxşı, nə olar? İnsan İslam'a gəldi 2 bacı ilə evli halda. Dedik tez birini seçsin, yoxsa nikah onlardan birini avtomatik batil olur. Xəyal. Onlardan birini seçməlidir. Əks halda nikah onlardan birinə haram olmalıdır. Birini seçir, obrisi nikahı avtomatik haram olur. Batil olur. Aydın necə? İkinci, qadın ilə bərabər bibisi və ya xalası ilə evli olmaq. Nə deməkdir bu? Yəni bir qadını alırsan, əcnəbi qadın, sonra başqa bir qadın alırsan, ikinci zövcə, sonra üçüncü zövcə alırsan. Deyirik ki, hara, tələsmə. Sən xəbərin var ki, ikinci aldığın qadın, həmin aldığın qızın xalası, obrisi onun bibisidir. Nikah batildir. Üçü də bir arada cəm olunmaz. Yəni bir qadının, əcnəbi qadının eyni zamanda həm bibisini, həm xalasını ala bilməzsən. Fəzil onlar dullardır, ala bilməzsən. Onlar cəm olunmur bir nikahda.
Aydındır, qadını saxlayırsan, bibisi ilə xalasını boşuyursan və tövbə edirsən. Onda üçlü cəm olunmursa, Hə. onlar tək-təkli cəm eləmək olmaz. Yəni, nə demək istəyirsən bu ilə? Yəni ki, qızın ancaq xalası ilə bir yerdə almaq olmaz. Bəli, o da olmaz. İstərsə də belə olsun. Yəni, qızı və onun bibisi ilə almaq birlikdə olmaz. Necə ki, qızı və onun xalasını da birlikdə almaq olmaz. Həmçinin üçü də birləşdirmək qadağandır. Aydındır. Niyə görə? Çünki şəriətimiz bunu haram etmişdir və bu böyük bir fəsada gətirib çıxardır. Yəni, qohumluq bağlarını darmadağın edir. İkinci, qadın ilə bərabər bibisi və ya xalası ilə evli olmaq haramdır. Əbu Hureyra radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Qadın ilə bərabər onun bibisi və ya xalası ilə evlənmək olmaz. Buxari, Muslim, Əbu Davud, Tirmizi, İbn Macə, oxşar məna ilə isə Nəsai. Üçüncü, başqasının arvadı və ya boşanıb müddət, iddə gözləyən qadın haramdır. Cihad vaxtı əsir olaraq sahib olduğunuz cariyələr müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı hökmü ilə sizə haram edildi. Ən-Nisa surəsi 24-cü ayə. Əsirlər buna aid deyil. Kafir əsirlərin qadınları cariyədir. Onlar ərləri ola-ola, sağ ola-ola, ərlərinin zimmetində ola-ola biz onları ala bilirik cariyə kimi və evlənə bilirik onlarla cariyə kimi. Onların ərlərinin icazəsi, halallığı, mövcudluğu heç nə dəyişmir. Çünki onları Allah zəlil etmişdir küfrünə görə. Buyur, xəyal. Evlənmirik. Sadəcə yaxınlıq edirik. Saniyəni almışız. Qulağına yaxınlıq edə bilərik, amma almayabilirik. Yox, şərt deyil. Çünki Allah Subhanahu bu kəlməni istifadə eləmişdir. Əgər evlənə bilmirsə, o zaman cariyələrlə evlənən deyirsən. Evlənir. Hə. Həmçinin o məsələ də var. Yəni, şərtdir ki, evlənəsən. Birbaşa da təbii zimmətini keçəndən sonra, sənin mülkün olandan sonra yəni, əlaqəyə girmək də olar, həmçinin evlənmək də olar. Bu da caizdir, bu da caizdir. Evlənmək də necə olur? İslamı qəbul edirsən, evlənirsən. Ancaq o əri durur, diri ki, sayılmır. Ərin durması heç nə dəyişmir. Çünki əri İslamda olmadığına görə rəzalətə uğramışdır. Amma orada bir məsələ var ki, 3 ay müddətində gözləmək. Bəli, hətta əsirlər. Hətta əsirlər. İddə hətta əsirlə aiddir. Yəni, əriəsirdədir, sağdır, qadın da ərindədir, götürüldü cariyə kimi. 3 aydan sonra, iddətindən sonra artıq nədir? Əlaqəyə girmək. Hə. Əlaqə və yaxud olmaq. Bəli. Və ərinin talaqı tələb olunmur. Çünki kafirdən talaq olunmur. Cihad vaxtı əsir olaraq sahib olduğunuz cariyələr müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı hökmü ilə sizə haram edildi. Ən-Nisa surəsi 24-cü ayə. Yəni, ərdə olan qadınlarla evlənmək haramdır. Cariyələr isə bu haldan istisnadır. Cariyə qadının sahibi onun hamilə qalmadığına əmin olduqdan, istibradan sonra evli olsa da ona halaldır. Demək, Əbu Səid deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əl-Əvtas adlı yerə qoşun göndərdi. Düşmən onların qarşısına çıxdı və döyüş baş verdi. Müsəlmanlar onlara qalib gəldilər və cariyə götürdülər. Peyğəmbərin sallallahu aleyhi və səlləmin bəzi səhabələri həmin qadınların müşrik ərlərinə görə onlarla yaxınlıq etməkdən çəkinirdilər. Sonra Uca Allah bu ayəni nazil etdi. Cihad vaxtı əsir olaraq sahib olduğunuz cariyələr müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı hökmü ilə sizə haram edildi. Ən-Nisa surəsi 24-cü ayə. Yəni bu cariyələr gözləmə müddətindən sonra sizə halaldırlar. Hədis səhihdir. Müxtəsər səhih Muslim, Tirmizi, Nəsai, Əbu Davud. 4-cü. 3-cü dəfə boşanmış qadın. Bu halda qadın başqa kişiyə ərə gedib, doğru nikah bağlamayınca birinci ərinə halal sayılır. Bəli. Uca Allah buyurur, əgər kişi övrətini yenə də 3-cü dəfə boşayarsa, o zaman qadın başqa bir ərə getməmiş, ona əvvəlki ərinə halal olmaz. İkinci əri onu boşadıqdan sonra Allahın ər-arvadlıq haqqındakı
hədlərinə, hökmlərinə riayət edəcəklərinə inamları olduqları təqdirdə həmin qadının birinci əri ilə təkrar evlənməsində günah yoxdur. Əl-Bəqərə surəsi 230-cu ayə. 5-ci. Zinakar qadınla evlənmək. Kişinin zinakar qadınla evlənməsi, qadının isə zinakar kişiyə ərə getməsi halal deyil. Yalnız əgər onlar sadiq bir tövbə etsələr, bundan sonra onlara evlənmək və ya ərə getmək halal olar. Uca Allah buyurur. Söhbət getmir, bir-birinə zina ediblər, sonra tövbə edib bir-birinə evlənirlər. Xeyr, bunlar haramdır bir-birinə. Söhbət gedir ki, bir kişi zina edib və sonra tövbə edib, düz yola gəlib, indi pak qadın ala bilər. Həmçinin bir qadın zina edib, sonra sadiq tövbə edib, düz yola gəlib, saf kişi ilə evlənə bilər. Aydındır? Yəni, anlaşılmasın ki, bundan ki, iki nəfər bir yerdə zina ediblər, ikisi də tövbə edib bir-birinə evlənə bilirlər. Xeyr, başqa şeylər də bunlar. Uca Allah buyurur. Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, belə bir evlənmə möminlərə haram edilmişdir. Ən-Nur surəsi 3-cü ayə. Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, Mirsəd ibn Əbu Mirsəd Əl-Ğanəvi digər yerlərə Məkkədən əsir daşıyırdı. Məkkədə Ənəq adlı bir zinakar qadın var idi. Həmin qadın onun məşuqəsi idi. Bir gün o, Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gəlib dedi, ey Allahın elçisi, Ənəqlə evlənə bilərəmmi? Peyğəmbər sallallahu aleyhi və səlləm sustu və cavab vermədi. Sonra bu ayə, zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər ayəsi Ən-Nur surəsi 3-cü ayə nazil oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm məni çağırıb, mənim üçün bu ayəni oxudu və dedi, onunla evlənmə. Hədisin sənədi həsəndir, Səhih Sünən Nəsai, Əbu Davud, Nəsai, Tirmizi. Bəli, və bu hədis səbəb-i nuzul ayə-i kərimə. Bu ayə-i kərimənin nazil olma səbəbi haqqında xəbər verdi. Batil nikahlar. Yox, keçməmişdən qabaq, bəzi fəsillər var, onları inşallah zikr etməyə üstünlük gördük. Fayda babında başqa bir bab. İzə nəzələ lil-bikri ləbənun fəərdəat tiflən fəhəl yuhram. Siz bilirsiniz ki, bakirə qadının südü adətən olmur. Süd adətən olur kimdə? Vat olan bir qadında, kimə artıq duxul olmuşdursa və əlaqsız uşaq dünyaya gətirmişsə. Ancaq nadir hallarda bu da olur. Heç ərdə olmayan, heç duxul edilməyən qadının hərdən südü gələ bilir. Bu tip də ispat edir bunu. O da şiddətli şəfqət halı keçirəndə adətən qadında süd bəziləri işləməyə başlayır. Və deyilənə görə belə bir hadisə olub bu yaxınlarda. Bir qadın ac bir uşaq tapıb və bu qadın bakir olub, ərdə heç olmayan, duxul olmayan, o qədər şiddətli şəfqət hissi gəlib ki, buna yazıqlıq hissi gəlib ki, döşünə süd gəlib və uşağı əbizdirib. Hələ kullin, mətləbdən qırağa çıxmayaq. Sual çıxır. Bu cürə süd əhkamları əhatə edir, yoxsa əhkamdan qırağındadır? Misal aydındır. Səhih odur ki, süd əhkamları əhatə edir və həmin uşağın süd anası oldu. Baxma ki, bu qadın heç vaxt evlənməyib, bakirədir. Duxul belə olmayıb, əri belə yoxdur. Süd anası əhkamlarını aldı. Aydındır. Başqa bir misal. Dul qadın. Məlumdur ki, dul qadın dul qaldığı müddətdə südü kəsilir və südü olmur. Məlumdur. Birdən, və bu nadir hallarda olur, bu qadına hər hansı bir səbəblə süd gələrsə və o südü hər hansı bir uşağa içirilərsə, əhkamlar şamildir, şamil deyil, cavab eynidir. Bəli, əhkamlar artıq işləyir və həmin o dul qadın, həmin o südü ona tətbiq olunur və o uşaq onun süd evladı, bu da onun süd anası olur. Aydındır bu məsələ? Elhamdülillah. Sonra gəlir, İdə təzəvvəcə rəculu imra'atan thumma təzəvvəcə uxtə. Bunu götürdük, elhamdülillah. Kafir qadın İslama gələrsə, ərli qadın, kafir, ərli qadın, ərli olan qadın İslama gələrsə, İslama gəlməyi ilə nikahı batil olur.
Kafir qadın, ərdə olan kafir qadın İslama gəlməklə, İslama girməklə nikahı batil olur. Heç ərinin talaqa ehtiyac yoxdur. Əri artıq onun əri deyil. Onlar bir-birlərinə haramdır. Onların firaşı ayrılar. Onlar evi tərk etməlidir qadın. Sual çıxır. Həmin qadın gedib müsəlmanla evlənə bilər, əri ola. Əl-cavab evlənə bilər. Çünki artıq o nikah batildir İslama gəlmək şərti ilə. Ona görə bu cür məsələləri yaxşı olardı ki, bu qadın öz başına eləməsin. Müsəlmanların aliminə, qazisinə müraciət eləsin ki, hətta onu qorusunlar. Onun haqlarını və zimmətini. Aydındır. Dəlil də nədir bunun cavabına? Dəlil Quran-ı Kərimdən Əl-Mumtəhinə surəsi 10-cu ayət-i kəriməni dinləyək. Allah Azze ve Celle buyurur. يا أيها الذين آمنوا إذا جاءكم المؤمنات مهاجرات فامتحنوهن الله أعلم بإيمانهن فإن علمتموهن مؤمنات فلا ترجعوهن إلى الكفار لا هن حل لهم ولا هم يحلون لهن وآتوهم ما أنفقوا ولا جناح عليكم أن تنكحوهن إذا آتيتموهن أجورهن. Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtihana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Əş-şahid, qulları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır? Əş-şahid buradır, bax. Nə də onlar bunlara halaldırlar. Aydındır, nə müsəlman qadın kafir ərinə halaldır, nə də kafir kişi müsəlman qadınına halal deyil. Aydındır. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Bəli. Həmin qadınların mehirlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Bu da istisna əhkamlardandır. Baxma, bunun əri var idi. Necə əsir məsələsi. Bunun da əri var. Dedik ki, əri var, yox hökmündədir sanki. Çünki nikah batildir. Kafir qadınlarınızı kəbin altında saxlamayın. Sərf etdiyiniz mehri tələb edin. Bu da ikinci misaldır. Adam İslama gəlmiş, zövcəsi həm də kafir qalmış, İslama gəlməmiş. Söhbət kitabidən getmir ha. Söhbət qeyri-müsəlmandan. Misal üçün, fərz edin, Hindistan müsəlmanları əri İslamı qəbul edir, arvadı həm də hindus qalır. Məcus. Nə olur? Kafir qadınlarınızı kəbin altında saxlamayın. Sərf etdiyiniz mehri tələb edin. Tamam. Qoy onlar da, qadınlar da, mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Bəli. Allahın hökmü budur. O sizin aranızda hökm verir, Allah biləndir, müdrikdir. Sonra gəlir Əl-mutallaqatu thalathən la tahillu li zawjiha illa idza tazawwajat ghayrahu zivacə nikaha. Bunu götürdük. Sonra gəlir Əl-müşrikatu hatta təslim. Sonra gəlir məsələ müşrik qadın ta ki İslamı qəbul edənə kimi. Nə məsələsidir? Yəni halal deyil müşrik qadın ta ki İslam'a gələnə kimi. Buna da dəlil Əl-Bəqqara surəsi 221-ci ayət-i kərimə. Allah Azze ve Celle buyurur: وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِّن مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Bəli. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Həmçinin bu ayət kəlmə Əl-Mumtəhinə 10-cu ayət kəlmə وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكَوَافِرِ. İndi həmin oxuda ayətin sonunu oxu. Və kafir qadınları. Kafir qadınlarınızı kəbin altında saxlamayın. Bəli, aydındır. Bunlar dəlildir. Ta ki İslamı qəbul edincə evlənmək onlar olmaz. Bu tərəfdən də dəlildir. Həmçinin Əl-Bəqqara surəsində açıq, aydın ayət də dəlildir. Yaxşı, tənbih.
kitab əhlindən olan müşriklər bu baba girmiş. Şək yoxdur, kitab əhli müşrikdirlər. Çünki onlar Məryəmə və İsa'ya ibadət edirlər. Düzdürmü? Həmçin Üzeyrə. Düzdürmü? Və eyni zamanda da onlar kitab əhli hökmündə qalırlar. Tənbih, yüstəfnə min təhrimin müşrikət, əz-zivac və əhli kitab. Kitab əhli müşrikləri bu sinfə daxildir. Onlar evlənmək caizdir. Buna da dəlil Əl-Maidə surəsi 5-ci ayət kərimə Allah Azze və Cəl həmin qadınlarla bizim evlənməyimizi icazə vermiş və xatırladıram ki, bizimsə onlara qız verməyimiz haramdır. Bunu ispat edən dəlillər gələcək. Allah Azze və Cəl buyurur: "Əl-yevmə uhillə ləkumut tayyibatu və ta'amullezine utul kitəbə hillun ləkum və ta'amukum hillun ləhum." والمحصنات من المؤمنات والمحصنات من الذين أوتوا الكتاب من قبلكم إذا آتيتموهن أجورهن محصنين غير مسافحين ولا متخذي أخدان. El-Maide 5-ci ayət kəriməni oxuyaq. Bugün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl kitab verilənlərin ismətli qadınları da namuslu olub, zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehirlərini verdiyiniz təqdirdə sizə halaldır. Kitab əhlinin qadınlarının bizə halal olması şərtindən deyil ki, İslama mütləq gəlməsi. Xeyr. Şərtindən nədir? Kitab əhli olması. 1. İkinci şərti ismətli olması, zinakar olmaması. 2. Eyni zamanda da aşına saxlamır gizlincə. Həm burada, həm orada. Aydındır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olur. هذا وصلى الله على نبينا محمد وعلى آله وصحبه